Günü-gündən inkişaf edib gözəlləşən Blue City yaşayış kompleksindəyik. Təbii ki, Xırdalan şəhərindən söhbət gedir, dəyərli izləyicilərim. Bakı-Sumqayıt yolunun üzərində Blue City yaşayış kompleksi 62 kvadrat metrdən ibarət, ideal təmirli, şəxsi istifadə üçün təmir olunmuş 2 otağa düzəlmə mənzil təqdim edirəm sizlərə, dəyərli izləyicilərim. Mənzilin təqdimatına başladıq. Qonaq otağından bu hissə mənzilimizin əsas giriş hissəsidir. Giriş qapıdan daxil olduq. Şəxsi istifadə üçün ideal şəkildə təmir olunub. Baxın, elektrik şitindən belə bilinir ki, bu evə necə təmir işləri gedir. Ümumi olaraq evimiz isti döşəmədir. Bina tam yaşayışlı binadır. 14 mərtəbədən ibarətdir. Mənzil yerləşir 10-cu mərtəbədə. İdeal şəkildə təmir olunub, dəyərli izləyicilərim. Sanuzel qovşağı bütün aksesuarlarla təchiz olunub. Qeyd etdiyim kimi, bütün ev boydan boya isti döşəmədir. Şəxsi istifadə üçün çox gözəl təmir olunub. Bu hissədə yerləşir yataq otağımız 62 kvadrat metrdən ibarətdir. Kombisinə qədər quraşdırılıb. Hal-hazırda kombimiz işlək vəziyyətdədir. Geniş həyət hissəsi var, yeraltı avtodayanacağı, kompleksin daxilində bütün iaşə obyektləri, məktəb, bağça, yəni bugünkü gün ideal bir kompleks hesab olunur Xırdalan şəhərində. Yerləşmə mövqeyinə görə, infrastrukturuna görə, daxilində bütün iaşə və məktəb, bağça, digər əhəmiyyətli obyektlər olduğu üçün çox rahat bir kompleks hesab olunur, dəyərli izləyicilərim. Görürsünüz nə genişlikdə yataq otağı, zövqlü təmir olunub, ideal şəkildə burada studiya, mətbəxdir. Bu hissədə də otaq ölçüsü genişdir. Dəyərli izləyicilərim, sənəd MTK-ya məxsus müqavilədir. Təbii ki, güvənli və etibarlı MTK Blue City yaşayış kompleksi. Dəyərli izləyicilərim, ətraflı məlumat almaq üçün buyurub əlaqə saxlaya bilərsiniz. 050 521 41 88 mənim əlaqə nömrəmdir. Kompleksin ən gözəl mövqeyində yerləşir bu evimiz, mənzilimiz. İdeal təmirli, şəxsi istifadə üçün təmir olunmuş. 62 kvadrat metrdən ibarətdir. Ətraflı məlumat üçün buyurub əlaqə saxlaya bilərsiniz. Mənzilimizin satış qiyməti açıqlama bölməsində qeyd olunacaq. Təbii ki, real alıcıya endirim nəzərdə tutulub. Bu günə bu qədər, növbəti çəkilişdə görüşənədək.